Doğu'nun çıkışından sonra biraz çetindim bana danışmak açığı. Ve ilkinin de fikirlerinden biraz muhalefet topladım. Benim için Azerbaycan'da klasik edebiyatın bugün yaşaması, konkret olarak Əruz edebiyatının yaşamasının bir neçə səbəbi var. Gördüğüm bir neçə səbəb var. En önemli sebep budur ki, elmin, teknolojiyanın ve onun zimnində bayağılığın, dayazlığın bu qədər sürətindən inkişaf elədiyi bir dövrdə gənc bədənlərin, gənc ruhların, gənc kafaların Əruza, divan edebiyatının bu qədər ısrarlı şəkildə bağlılığı birinci növbədə ideoloji məsələdir. Fikir, məhkûrə və insanları da Əruzda özünə çəkən budur. Yoxsa, inanın mənə, nə Əruzdan, nə lap belə UNESCO-nun qeyri-maddi irsinə daxil olunur, nə olur olsun, nə muğamatdan əsər əlamət qalmazdır. Bu təhacümün qarşısında divan ədəbiyyatının tab gətirməyinin tək səbəbi daşıdığı məhkûrədir. Bu gənclər ki, mən görürəm, o vaxt yadıma düşür İlqar bəylə biz məclislərdə olanda gənc bir şair gəldi. Böyle bir dolu oğlan idi, məşdağlıydı. Çok güzel bir şiir okudu. Zahidarə bir şiirdi. Hatta bir yerinde misli xərsən zahida deyəndə rəhmətli Ələmdar da etiraz elədi buna. O kadar güzel okudu, Rüstəm Samit rəhmətli döndü mənə şey, öyle mi dedi Seyid Əzim. Heç yadımdan çıxmır. Ne için? Ne de onu Seyid Əzim'e benzedi. Şimdi İlkin kardeşim dedi, qəliz ifadələrlə yazan, hətta lüğəti, ərəb lüğətinin qarşısına qoyub şeir yazanlar görmüşəm. Bir dəfə o rəhmətli Şahin Fazıl çox belə tərəfdarıydı bu sahədə yazmağa. Caviz Mürsəzoğlu bir şeir oxudu ki, ərəqi sərd həyakim düzülür avrizimə, əsəri cuşiş əşki dili büryan olmuşdu. Yəni Şahin Fazıl'dan bir fit səsi çıxdı, bir dəqiqə. Çünkü tamamen izafetli, hiç Fars sözü de yoktu içinde, hamısı ərəb sözü. Ama o məna üçün yazmışdır. Ama söz xatirinə gerçekten de mürəkkəbliyə qol qoyanlar var, mən bunun tərəfdarı değilim. Burada bir şey var, çok danışıb yormaq istəmirəm sizi. Təsəvvüfün adını çəkdirir Qarabəyimi. Əslində baxsanız, saraydakı divan edebiyatının da, çayxanadakının da səbəbi təsəvvüfdür. İdeya bazası olur. İdeya bazası odur. Yəni o olmasa bu gün Əruz olmaz. Bu gənclərin bəlkə heç Əruzda bu gözəllikdə yazan şairlərin çoxu heç təsəvvüfü nəzəri cəhətdən bilmir. Heç bəlkə öz yazdığı şeiri ona, Bakılar demişlər, xırdalasaq, özü özünə müxalif olar. Özü də bilmədən, belə deyək də, qıldığı namazın əksinə gedir. Məsələn, adi bir detal dedim sizə. Fərz edək ki, belə. İrfandır o. Bəs nədir o ənənəni yaşadan, onun zehninə, o gənc beyinə gəlib qonan o düşüncə nədir? Təkcə yazmırlar, həm də yazılanları yaşadırlar. Onu yaşayırlar. Və burada məsələn bir iki gənc gördüm mən bəyiq. O cür ki, bunlar Fars dilində bilir, Mevlana'nı, Hafizi bilir. Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində müəllimlər bunu bilmirlər. Bilmədiyi şeydə tələbələri öyrədirlər. Axsaq bir nəsil dövlüyor. İkinci bir məsələ. Azərbaycanda niyə bu yaşayır? Gəlin iki ölkəni götürək. Qonşu Türkiyə və İran. Türkiyədə artıq divan ədəbiyyatı yoxdur. Hətta divan ədəbiyyatında yazılmış şeirlər xatırlananda bunlar Osmanlı dilində yazılmış şeir deyirlər. Hətta tərcümə edirlər. Sabir demiş Osmanlı'dan Türkçəyə tərcümə. İranda isə zar-zor dayanıb Əruz. Dilə yatqınlıq, bir də orada adi bir bələdiyyənin süpürgətisi belə Hafiz Əzvir bilir. Təkcə şeir olaraq yox, məna olaraq da bilir. Biri mənə dedi ki, meyudu salə bu məhbub çaru dəhsalə, həmin bəsəsli məra söhbət o sərir-ü kəbir. Qaldım belə, Azərbaycan adlı oteldə qalırdıq onda.
Başqası olmayan xırdalanıq adam oteldə təmizlikçidir. Onun mənasını aşır, ilhane mənasını. İranda da o tarixin gücünə qalır. Bəs niyə Azərbaycanda bu var? Çünki Azərbaycan xalqının çox fitri bağlılığı var ilhana. Bu xalqın fitrətində məna, məzmun dərinliyi var. Bu xalqın fitrətində çevik idrak var. Çevik idrak. Məhkûrə zənginliyi var. Sədaqət var bu xalqın bətnində. Biraz da Əruzun, Füzulinin, Xətainin, Nəsiminin, Seyid Əzimin, Şəhriyarın, Racinin, Vahidin yaşamasının səbəbi də budur. Bir də bir şey deyim, indi İlqar Fəhmi oxuduğu şeiri çox gözəldir. İstəməsə belə onun içində az da olsa ilham var, o oxuduğu şeirləri deyirəm. Əruz elə bir şeydir, elə bir sehirdir ki, çox qəribədir, adətən məzmun formadan əvvəl gəlir. Əruzda forma sanki məzmuna yön verir. Bu forma sanki istər-istəməz məzmun yaradır öz-özlüyündə. Əruzda ilhamla, təsəvvüfdən qaçmaq qeyri-mümkündür. Mən bizim xalqımıza bu cür dəyərlərin yaşamasını arzuluyuram. Bir də bayaq söhbət getdi ki, əhl-i mərifət ölür. Əhl-i mərifət ölmür, yaşayır. Dinləyici tükənir. Qəbul edənlərin nəsli tükənmək üzrədir. Hara qədər tali imkan verər, bu davam edir. Sonda bir qəzəl sizin diqqətinizə çatdırım. Özümdə bunları yazımda yoruluram. Dinləyici də yorulur. Oxuyacağım. Məstdir mey nəşəsindən ey könül, dildar məst. Məstdir mey nəşəsindən ey könül, dildar məst. Məstdir hətta bugün biganə bu əğyar məst. Pirimizdir sağimiz, mürşidimiz, sərdarımız. Məstdir mürşid-u saği, pir məst, sərdar məst. Həfti şəhri eşqidə gəşt ilə seyran eylərik. Mövlana yazırdı ki, həfti şəhri eşqira əttar gəşt, ma hənuz andər xəmi yek qulçeyin. Deyir, eşqin 7 şəhrini əttar gəzdi, bitirdi. Biz hələ onun bir əyri döngəsindəyik. Bu beyt ona işarədir. Həfti şəhri eşqidə gəşt ilə seyran eylərik. Gəşt ilə seyran məstu, rumiyo əttar məst. Qan axar mey tək təni mənsurudan vəhdət günü. Qan axar mey tək təni mənsurudan vəhdət günü. Baş məst, kəndir məst, cəllad məst o dar məst. Məst-ü məbhud oldu aləm, ol əcaib şurişə. Eşqidə hafiz misali dilbəri əyyar məst. Ağlamaqdan ruzu şəb məst oldu çöhrəm qan ilən, qan məst. Müjgan məst o dideyi xumbar məst. Surət-u bişəkl məst o, səcdə bu səccadə məst. Kəbə bu butxanə məst o, qiblə bu divar məst. Ah dildən məst olub Gülşəndəki hər bir tikan. Əndəlib ilə çəmən məst o, gül ilə xar məst. Daşa çaldıq dəmbədəm ar ilə namus şişəsin. Daş məst o, şişə məst o, nəng məst o, ar məst. Ahuzar ilə müdam çavki geriban eylədik. Sinə məst, əlbisə məst, ah ilə nalə zar məst.
Zahid u münkir mest u arif u ferzane mest, din ile dindar mest u küfr ile küffar mest. Hem ibadet, hem melamet, hem sevabı, hem günah, bağ cennetle cehennem, nur mest u nar mest. Yar lütfünden bugün, yar lütfünden bugün ol yar bir yaran gelip. Yar lütfünden bugün ol yar bir yaran gelip. Yar lebinden oldu yareb, salimi bir yar mest. Sağ olun. Zafer Hanım, salavatını dinledik.